Hər vaxtınız xeyir olsun. Mən İmaşəm Tədris Mərkəzinin İbtidai Azərbaycan dili müəllimi Aybəniz İmanzadə sizlərə əməlli yazı ilə bağlı test tapşırığı göndərmişəm qrupa və onun izahına gəlin baxaq. Deyir ki, əməlli yazıların ən sadə formasıdır. Məzmuna və məqsədinə görə rəngarəng olur. Bax, bizim açar sözümüzdən biri rəngarəng sözüdür. Bu və digər məlumatı qabaqcadan, ikinci açar sözümüz qabaqcadan təzahür edir. Bir və ya bir neçə məlumat öz əksini tapa bilir. Məlumat qruplaşdırılarkən 4 cəhətə, vaxt, tarix, yer və kim tərəfindən çatdırılmasına fikir verilməlidir. Söhbət hansı əməli yazıdan gedir? Təbii ki, elandan gedir. Bax, bunların heç biri nə rəy, nə protokol, nə vəkalətnamə, nə məktublar gələcək zaman məzmunlu deyil. Yəni, qabaqcadan proqnozlaşdırılmış və yaxud da reallaşdırılması mümkün olan hər hansı bir hadisə haqqında məlumat vermir. Buna ancaq nə verə bilər? Elan verə bilər. Ona görə cavabımız olacaq C variantı.